Hər kəsi salamlayıram və ümid edirəm ki, yaxşısınız, enerjiləriniz qaydasındadır. Biz keçən videoda illik baxım elədik. İllik olaraq hansı enerjilər sizi gözləyir, 2026 necə keçəcək, 2026-da hansı hadisələr olacaq, nələri təmizləyib, nələri düzəltməliyik, nədən ehtiyatlı olmalıyıq. Bugün isə bürclərlə bağlı baxım eləmək istəyirəm. Yaxın zaman üçün bürcləri nəzərdə tutacağam. Mən illik baxım üçün bürcləri tarotla o qədər də baxmağı düzgün saymıram. Bunu daha çox doğum xəritəsi üzərindən etmək daha doğrudur mənim fikrimdə. Çünki hər kəsin özünə məxsus doğum xəritəsi var. İllik olaraq sizi nələr gözlədiyini bilmək istəyirsiniz. Solar xəritə var, illik doğum xəritəsi. Ondan istifadə edə bilərsiniz və yaxud da özünüzə özəl tarot açdıra bilərsiniz. Amma illik olaraq bürclər baxımında mən istəyirəm ki, bu dəfə biz bürclərə baxaq, yaxın zaman üçün niyyət edək ki, enerjilər doğru işləsin və sizin həyatınıza da həmin məsələlər təzahür etsin. Və mən başlayıram hər zamanki kimi alov enerjilərlə Qoç, Şir və Oxatanlar qruplaşdıracağım bu formada. Qoçlar, şirlər və oxatanlar ekrana yaxın əyləşin. Yüksələn bürcünüzə də baxa bilərsiniz. Çox önəmlidir. Çünki yüksələn bürcünüz fevral ayı çox önəmli bir ay olacaq əslində. Çünki orada tutulmalar var və sanki belə deyək, 2026 ümumiyyətlə il olaraq qeyd edeyim ki, elə bir ildir ki, əgər yaxşı hərəkətləriniz varsa mükafatınızı alarsınız. Yox, əgər yanlış eləmişsinizsə cəzalanarsınız. 2026 belə bir ildir əslində. Baxdığım illik tarot xəritələrindən, doğum xəritələrindən, baxdığım bütün insan xəritələrindən və dünyamız üzərindən, daha doğrusu ölkə üzərindən baxanda xəritəyə görsənir ki, sözün əsl mənasında bu il hər şey disiplinli və qərarlı və dəqiq olmasını bizdən tələb edir. Ona görə də yanlış gedən hər şey artıq bu il işləmir. Yəni bu il mümkün deyil ki, siz yanlış duyğuda, yanlış insanda, yanlış münasibətdə qalasınız və davam edəsiniz. Yəni buna icazə vermir 2026. Belə, başlayırıq qoçlardan. Baxaq görək qoçlar və yüksələn qoçları nələr gözləyir. Baxaq görək qoçları, yüksələn qoçları nələr gözləyir. Yaxın zaman üçün qoç və yüksələn qoçlar nələr olacaq? Bu arada çox uzun bir baxım etməyəcəm. Çünki videomuz çox uzun olur və həddindən artıq yüklənmədə də sanki problem yaşanır. Aha. Qoç və yüksələn qoçlar üçün çəkirəm. Tamam. İstəyirəm bu kartımızdan da dəstək alım. Belə hiss elədim enerji olaraq. Qoç və yüksələn qoçlar. Yaxın zaman üçün qoç və yüksələn bürcü qoç olanlar. Qoç və yüksələn bürcü qoç olanlar. Yaxın zaman üçün. Oy, səhv qoydum. Çox gözəl. Aha, başlayaq. Başlayaq əzizlərim. Çox geniş olacaq. Ona görə də kofenizi, çayınızı götürün, gəlin, baxaq. Deməli, qoçlar və yüksələn qoçlar iki ayrı dəstədə biz imperatriçanı görürük. İki fərqli dəstədə. Baxın, burada bu kartın enerjisi tamam fərqlidir. Buradakı kartın enerjisi tamam fərqlidir. Yəni, iki imperatriça kartının mənası eyni deyil bu kart dəstələrində. İmperatriça kartı bilirsiniz, qadınlıq deməkdir, dişillik deməkdir, qadın enerjisi deməkdir, ana olmaq deməkdir və eyni zamanda qadın əgər qadındırsa, bu onun üçün eyni zamanda ekstra bir bolluq, bərəkətdir. Çünki yaradıcı qüvvə qadınla bağlıdır. Ona görə də, baxın, burada görürsünüz qadının hansı ki qadınlığa aid olan orqanlarından qaranlıq enerjilər çıxır. Görürsünüz necə? Yaşıl, qara enerjilər çıxır. Görürsünüz də yəqin ki. Bu o deməkdir ki, bugünə qədər ola bilər ki, sizin qadın olaraq özünüzü dəyərli, önəmli, vacib, ala bilən, qəbul edə bilən sevgi, dəyər, hədiyyə, pul,
Qayğı hər bir şeydə ala bilməklə bağlı və eyni zamanda ana ola bilməklə bağlı da ola bilər. Eyni zamanda ola bilər qadınlardan keçən, nəsildən nəslə keçən qadınlıqla bağlı problemlər, qadın orqanları ilə bağlı problemlərlə bağlı təmizlənmə zamanınız artıq gəlib. 2026-cı ilin bu yaxın zamanı sizə deyir ki, mən sənin dişil enerjində olan bütün negativ enerjini təmizləyəcəm ki, sən əsl mənada xoşbəxt bir qadın olmağı bacarasan. Ola bilər sən ümumiyyətlə həyatında heç vaxt bir kişidən, atadan, ümumiyyətlə qadın ilk dəfə atadan almağı öyrənir. Atadan ala bilməyən qızların sonra da partnerdən də ala bilmək kimi problemləri olur. Çünki atadan yox, anadan davamlı alan qızlar, ananı güclü görən qadınların, ümumiyyətlə kişi daha zəifdirsə evdə, uşaqlığınızda, onda artıq sizin üçün güclü fiqur qadın olduğuna görə hər şeydə mən edərəm çabası olur. Çünki artıq hər şey ana edirdi evdə. Ona görə də atada zəif olan evlərdə dişil enerji problemi olur həmin qadınlarda. Xüsusilə əgər ata anaya verməkdə hədiyyə almayıbsa, ona qayğı göstərməyibsə, qız uşağına qayğı göstərmirsə, bu zaman dişil enerjidə bəzi problemlər olur. Yəni biz ala bilmirik, biz qəbul edə bilmirik. Bizim həyatımıza gələn insanlar hamısı simici olur, hamısı biraz narsist olur, hamısı bizə əziyyət verir. Düzdürmü? Bu il sizin edəcəyiniz bu enerjilərin içində birinci növbədə mən bunu gördüm. Çünki birinci növbədə siz dişil enerjinin şəfalanmasını yaşayacaqsınız. Qadınlıqla bağlı. Yenə dediyim kimi, çünki qadınlıqla bağlı artıq sizin qadınlıq orqanlarınızda sizi incidən və bu arada bunu da deyim, insan inciyəndə, ümumiyyətlə insan davamlı stres yaşayanda onu hər zaman bir orqana yükləməyə meyillidir. Hər bir orqanizmdə belədir, kişi olsun, istər qadın olsun və hər bir orqanın bizdən ayrılsa bizim ölməyimiz mümkündür. Yəni ki, qaraciyərimiz olmasa ölərik, böyrəyimiz olmasa ölərik. Yeganə cinsiyyət orqanlarıdır ki, biz onları olmadan da yaşaya bilirik, düzdürmü? Ona görə də insan bədənində ən böyük stres hər zaman cinsiyyət orqanlarına toplanır. Yumurtalıqlara, qadınlıq orqanlarına. Ona görə də ola bilər ki, siz çox əzablı bir həyatda qadınlıq orqanlarınızı yüklənmisiniz və orada inciklik, narahatlıq, gərginlik, hətta sizə edilən cadu, lənət, tilsim, qarğış və s. karmalarınızı belə yığmısınız öz orqanlarınıza. Hansı ki, bunlar hansı orqanlardır? Xüsusilə sakral çakradır, yəni yaradıcılıq həzz mərkəzidir. Göbəkdən 2 barmaq aşağıda yerləşən çakranızda da bloklar var imiş. Və bu il, yəni daha doğrusu mən indi tam 2026 demədim, yaxın bir zaman üçün nəzərdə tutdum. Qoçlar ilk öncə buranı şəfalandıracaqlar. Daha sonra, burada mən nə görürəm? Burada mən görürəm bir tower, yəni qala, bir məhkəmə, bir də ədalət kartı. Bu nə deməkdir? Bitiş ilidir, deməli, qoçlar üçün. Amma bu bitiş təhlükəli, əlimdəkilər gedəcək bitişidir, hər şey mənim əlimdən gedir bitişi yox. Bu deyil sizin üçün. Nə deməkdir bu? Çünki, baxın, bu qalanın içərisində görürsünüz bir dənə qorxulu bir varlıq var. Bu qalada sizi bugünə qədər qorxu altında saxlayan, burada da zaten bir ay kartımız var. Ay kartı nədir? Şuuraltı qorxularımızdır. Real olmayanlardır. Baxın, burada da 2 qala var və qalanın üzərində ay var. Ay hər zaman qaranlıq tərəfimizi göstərir, kölgəmizi göstərir. Və burada adi balaca bir xərçəngi, böyük, nəhəng bir qorxulu bir canavar kimi göstərib. Görürsünüzmü? Yəni, siz bu il İçinizdə böyütdüyünüz, çox böyütdüyünüz, hansı ki, belə dəhşət sizin üçün böyük bir qorxulu hər nə varsa, bunlarla üzləşib, bunlarla da yolunuzu ayıracaqsınız. Və anlayacaqsınız ki, burada mən həyatımda çox şeyi boşuna itirmişəm. Yəni, Kupa beşlisi bizə nə deyir? Biz bəzən həyatımızda yaşadığımız üzücü anlara o qədər odaklanırıq ki, həyatımızda yaşaya bilmədiklərimizi görmürük belə. Və bu zaman biz nə vaxt harda yaşayır? Keçmişdə. Və siz bunlarla üzləşəcəksiniz yaxın zamanda və başa düşəcəksiniz ki, mənim, bəlkə də indi də o situasiyanı yaşayırsınız. Mən niyə boşuna yaşamışam bu qədər
kədəri, mən niyə bu qədər özümü ümumiyyətlə yormuşam indiyə kimi və sizin həyatınızda ilahi ədalət, yəni sistem bu il işləyir sizin üçün. Yəni nə deməkdir? Baxın, burada bir ədalət tərəzisi var. Qorxuların, narahatlıqların sənin həyatından çıxıb getmək vaxtıdır. Sən nələri tutursan, saxlayırsan, sistem öz işini görməkdən problem yaradırsan ona ki, sənin üçün nəsə vermək istəyir, amma sən imkan vermirsən. Bunlar öz-özünə təmizlənib gedəcək. Ola bilər kiminsə həyatında onu çox üzən bir partneri var. Yəni boşanmaq istəyir, amma canını qutara bilmir. Ola bilər bu boşanma olacaq. Ola bilər ki, kiminsə həyatında hal-hazırda çox böyük bir üzləşmə vaxtıdır. Yəni ki, üzləşir, o yalan danışıblar bəlkə ona, bəlkə çox gərgin bir situasiyadan keçir. Amma bu durumların hamısında ilahi ədalət sizin yanınızda və mütləq şəkildə artıq bitiş gətirəcək. Yəni burada həm məhkəmə, həm də üçü də arkandır, böyük arkandır. Həm məhkəmə, həm ədalət, həm də kule kartı deyir ki, ya işinizdir bu, dəyişirsiniz siz işinizi ümumiyyətlə, ya partnerinizdir, dəyişirsiniz ümumiyyətlə, ya evinizdir. Yəni artıq bir şeylər sizin həyatınızda öz ömrünü başa çatdırıb və siz irəliləmək üçün bunlar getməlidir. Daha sonra nəyə gəlirəm? Kılıç kraliçası, kupa onlusu və kupa üçlüsü. Ola bilər ki, sizin artıq mən bundan sonra nə bilim xoşbəxt olmaram ki. Mən bundan sonra qadın kimi evlilik, o qəşəng həyat, ailə həyatı, uşaq bunu yaşamaram ki dediyiniz bir zamandan keçirsiniz. Kimsə ola bilər ki, burada qoç və yüksələn qoçlardan özünü tamamilə karyeraya kaptırıb. Məndən də alınmaz olmaz, mənim də bundan sonraki həyatım ancaq müdrik, belə bir insanlara yol göstərən, hər şeyə nəzarət edirən, kontrol edən bir enerjidəyəm dediyiniz anda taley sizə deyəcək ki, yox, elə bir şey yoxdur. Artıq sənin qadınlıqla bağlı olan karman sonlandı. Çünki biz burada onu təmizlədik. Ona görə də sən artıq öz ailənə, öz yuvana doğru gedirsən. Görürsünüzmü? Ailə həyatı. Evliliyə doğru gedirsən. Xoşbəxtliyə doğru gedirsən. Subaysansa, evlisənsə, sənə xidmət etməyən insandan ayrılıb səni düzgün şəkildə sevəcək insana doğru gedirsən. Burada isə bizə nə gəldi? Temperance, Eight of Cups və Six of Wands. Nə deməkdir bunlar? Əzizlərim, görürsünüz qız necə özünü suyun altına buraxıb. Bu tamamilə təslimiyyət kartıdır. Yəni, biz suyun içərisinə düşəndə ilk nə edirik? Çabalayırıq. Baxın, boğulan insanlar da çox vaxt niyə boğulur? Çabalayırlar. Çabaladıqca nə edirik biz? Daha çox batırıq. Elə ki, özünü suya buraxırsan və taleyinə təslim olaraq özünü Tanrıya və dünyaya, kainata təslim edirsən, həmin anda su səni yenidən göyün üzünə qaytarır. Yəni, burada qız özünü tamamilə suya təslim edib. Dediyim kimi, klassik tarotla bu tarotun mənası fərqlidir. Normal klassik tarotda biz həmişə nə deyirik? Barış, harmoniya və s. Bu tarotda isə təslimiyyət deyirik. Çünki burada tamamilə təslimiyyətə keçmiş bu qızın enerjisi artıq görürsünüz suyun dibinə gedir və balıqlar var onun ətrafında və deyir, okey, mən taleyimə təslim oluram. Taleyimə təslim oluram dediyi anda su onu yenidən suyun üzünə qaytarır və ona ölməyə yox, bax, indi ən böyük qorxunun öhdəsindən gəldin dedizdirir. Yəni, o günə, o ana qədər biz qorxurduq suda batmaqdan. Bunu həyatınızda uyğunlaşdırın. Ən pisinə razıyam, tamam, buraxıram, savaşı buraxıram, artıq mübahisəni buraxıram, artıq mübarizəni buraxıram dediyiniz anda kainat sizi yenidən göy üzünə çıxardır və deyir ki, bax, istədiyim buydu, qorxmamağını, davamlı birdən bu olar deməməyin idi, buraxmağın idi. Küslüyün insanlarla da, incidiyin insanlarla da, səni üzən insanlarla da enerjini kəsib buraxmağın idi. Səndən istədiyin buydu. Bəli, və siz də deyir, baxın burada. Artıq, baxın, burada görürsünüz balaca əllər qızı tutub saxlamağı istəyir, qız isə oradan çıxıb gedir. Sizi aşağıya çəkmək istəyən ola bilər, sizə, ola bilər ki, bəlkə də
İndi siz istədiyiniz bir şeyi yaşayırsınız. Məsələn, 5 il bundan öncə indiki həyatınızı istəmirsiniz. Amma indi yaşayanda baxırsınız ki, istədiyiniz bu deyilmiş, daha yaxşı, daha yaxşı. Bəli, vaz keçməyi öyrənəcəksiniz. Bəlkə də daha yaxşısına gedən yolda özünüzə tam olaraq icazə vermirdiniz ki, ayda mən istədiyim oldu da, indi də mən nankörlük mü eləyirəm? Dediyiniz anda kainatın sizə səsi qulağınızda olacaq. Yox, daha yaxşısına, layiqsən, get daha yaxşısına. Və daha yaxşısına gedən yolda sizi gözləyir uğur. Niyə? Çünki 3-cü kartımız normal tarotumuzun dəyənək altısı. Yəni baxın, qız neyinir? Ata minib və əylənir. Əyləncəyə doğru gedirsiniz. İçinizdəki uşaq, görürsünüz, qız içindəki uşağı çıxardıb sanki və onu ata mindirib ki, o əylənsin. Bəli, əylənmək, danışmaq, gülmək, insanlarla sosiallaşmaq, bunu yaşayacaqsınız siz. Çünki artıq başa düşdünüz ki, nədənsə vaz keçmək, daha çoxunu istəmək, daha yaxşı həyat yaşamaq sizin haqqınızdır. Ola bilər ki, biz bugün məsələn çox arzu edib bir həyat istəyirik. O həyata çatanda isə görürük ki, istədiyimiz bu həyat deyil, başqa bir şey istəyir. Bu bizim haqqımızdır. Bu bizim üçün günah deyil. Bunu başa düşəcəksiniz. Və gəlirəm əsas məsələyə. Burada bir kupa 9'lumuz var. Kupa 9'lusu kartların içində ən sevdiyim kartdır. Düzdür, tənbəllik kartıdır əslində. Nəyə görə tənbəldir? Bu da boşuna tənbəldir. O qədər hər şey ürəyincədir ki, baxın, kofesi qabağında, kitabları yanında, şamını yandırıb, meditasiyasını qoşub, çox özünü rahat hiss eləyir. Çünki arzusuna çatıb o artıq və arzusuna çatmış bir insan kimi tılsım altılısı həm hak etdiyini alır, həm ədalətli davranaraq paylaşmağı da öyrənir. Yəni ola bilər ki, siz daha əlavə bir pul mənbəyi tapacaqsınız. Yəni əlavə pul gələcək sizə. Baxın, yeni başlayırsınız siz buna. Ola bilər ki, sizin üçün əlavə nəsə alacaqsınız və onun ödənişini eləyəcəksiniz, amma bu sizi yormayacaq, əslində huzur verəcək. Çoxdan istədiyiniz bir şeydir. Ayda bu olsaydı bir rahatlayardım dediyiniz bir şey. Bəlkə kim üçünsə maşındır, bəlkə kim üçünsə evinə bir süpürgədir, o özü təmizləyən. Amma hər nədirsə sizi çox rahatladacaq bir şeyə pul xərcləyəcəyinizi və bundan da bu xərcin sizə rahatlıq gətirəcəyini görürəm. Eyni zamanda sizin də öz borclarınızı ödəyəcəyinizi, eyni zamanda kiminsə nəzirləri varsa bunu ödəyəcəyini görürəm və eyni zamanda da dəli kartı burada deyir ki, sən sıfırlanırsan həyatında, yeni başlanğıclara doğru gedirsən. Və Qılıç Prensi artıq dünənə kimi qorxduğun şeylər, yəni vay bunu eləsəm nə olar, onu eləsəm nə olar, irəlini görə bilmirəm, bəlirsizliyə dözə bilmirəm. Biz bunu çox danışırıq Instagramda. Bəlirsizliyə dözə bilməsək nə xoşbəxt ola bilmərik, nə zəngin ola bilmərik. Bəlirsizliyə dözməmək bizim ən böyük problemimizdir ki, biz qeyri-müəyyənliyə dözə bilmirik. Bəli, qeyri-müəyyənliyə dözmürəm yerinə nə olursa olsun savaşıram və irəliyə doğru addımlayıram deyəcəyiniz bir enerjiyə keçid edəcəksiniz. Bax belə, əziz qoçlar, yaxın zaman üçün sizi həqiqətən köklü və gözəl bir dəyişiklik gözləyir. Keçirəm şirlərə və yüksələn bürcü şir olanlar. Bu kartdan elə davam edəcəm. Hələ ki enerji burada məni qane eləyir. Enerji yorulanda hiss eləyirəm. Başqa bir dəstəyə keçid eləyirəm. Şir və yüksələn şirlər yaxın zaman üçün sizi nələr gözləyir? Şir və yüksələn şirlər yaxın zaman üçün sizi nələr gözləyir? Şir və yüksələn şirlər yaxın zaman üçün sizi nələr gözləyir? Baxaq. Şirlər, maşallah, bir coşursunuz. Şirlər bayağı yeni yumurtadan çıxmış bala cücələr olur. Hər şey maraqlı, hər şey bilim, onu da öyrənir. Belə bir enerjiyə keçirlər. Digər bu kartına da baxacağım. Şir və yüksələn şirləri nələr gözləyir yaxın bir zamanda? Şir və yüksələn şirləri nələr gözləyir yaxın zamanda? Şir və şirləri nələr gözləyir yaxın zamanda?
aydındır, artıq hər şey bizə. Deməli, əziz şirlər və yüksələn şirlər, kartlara baxıram və görürəm ki, həqiqətən də burada nələr var. Deməli, burada bir kupa prensi var, burada da Ace of Cups var. Bu o deməkdir ki, həyatınızda qəlbimdən keçən, istədiyim, özüm üçün arzu elədiyim bir arzum var. Bəlkə bu gözəl, həqiqətən mənə dəyər verən bir həyat yoldaşıdır. Bəlkə bu sadəcə Allahın məni eşitdiyini bilinməyən, Allah məni düzgün yola istiqamətləndirsin, məni düzgün yola çəksin, düzgün istiqamətdə. Burada düzgün yola dediyim şey biz bəzən bilmirik nə istəyirik. Düzgün istiqamətləndirsin dediyimiz bir işarə almaqdır. Deyir ki, o işarəni alacaqsan və o işarəyə belə şübhə etsən ki, bu işarə düzdürmü? O işarə sənə özü göstərəcək ki, mən yanlış biri deyiləm, sənə məlumatları yanlış vermirəm. Mən həyatına qalıcı olaraq gəlirəm. Ola bilər bu kimin üçünsə partnerdir. Ola bilər bu kimin üçünsə işdir. Ola bilər bu kimin üçünsə övladdır. Amma həyatınıza gələn o qədər böyük bir enerji var ki, və siz o enerjini ilklərdə bəlkə qəbul eləməkdə çətinlik çəkirsiniz. Çünki inanmırsınız və yaxud da ki, onu edən adamın özünün dürüstlüyünə şübhə edirsiniz. Amma bu təklif ciddi bir təklif olduğunu və dəyərli olduğunu sizə sübut edəcək. Para şövalyesi nə istədiyini bilən bir insandır. Daha sonra nə görürəm? Burada bir büyücü görürəm. Bu arada çox böyük önəmli olacaq dəyişiklik. Çünki arkanlarımız çoxdur. Baxın, yıldız bir böyük arkandır, imperator böyük arkandır, büyücü kartı bizim üçün çox böyük bir arkandır. Burada bir böyük arkanımız gəldi. Bəli. Yəni bizim tamına 4 arkanımız çıxıb. Nə deməkdir bunlar? Ulduz kartı parlama kartıdır, əziz şirlər. İşində, karyerasında yüksəlmək, görünmək, artıq həyatımda təmizlənmə hiss eləmək istəyirəm. Təmizlənirəm, ruhum yenilənir, mən görünürəm, mənim arzularım reallaşır. Kainat məni ümumiyyətlə görür artıq. Mənim varlığımı görür, mənim buradayam və mənim arzularım var. Bunu görür dediyiniz bir zaman olacaq sizin üçün. Və bu olduqca Kılıç şövalyesi, siz yeni planlar qoyacaqsınız və ola bilər ki, amma planlarınızı qoyanda yavaş şəkildə irəliləməyəcəksiniz. Belə bir içinizdə qəribə bir enerji də olacaq və deyəcəksiniz ki, mən gecikmişəm deyəsən nələrsə. İndi bu anda mən hamısını eləmək istəyirəm. Çox belə bəlkə də biraz aqressiya ilə başlayacaqsınız hərəkətə keçməyə. Bu arada mən Telegramda da paylaşmışdım ki, bizi hərəkətə keçirən qüvvə hər zaman mənfi qüvvələrdir. Yəni nədir? Aqressiyadır, qısqanclıqdır, paxıllıqdır. Yəni bu hisslər olmasa biz hərəkətə keçməliyik. Bizim istənilən birimizin həyatında uğurlu olduğu nə görsəz, görəcəksiniz ki, ani bir qırılıb, ya qəlbi qırılıb, ya üzülüb, ya nə bilim onu alçaldıblar, ya onu küçümsüyüblər və o bir hərəkətə keçib. Yəni bizi hərəkətə keçirən qüvvə hər zaman mənfi duyğulardır. Amma biz mənfi duyğularla davam eləməməliyik. Yəni bunun haqqında mən Telegramda danışmışam. Burada da siz də görürəm ki, burada əziz şirlər və yüksələn şirlər, siz biraz aqressiv şəkildə başlayacaqsınız planlar qurmağa və burada asa üçlüsü var. İndini yox, çox sonranı hətta düşünəcəksiniz. Çox sonra üçün planlar quracaqsınız. Bəlkə kimlərsə uzaq məsafədən gedəcəklər, orada ağlına yeni ideyalar gələcək, kimsə oxumağa gedəcək, kimsə uzaq məsafədən bir modellik təklifi bəlkə alacaq, çünki ulduz kartı görünmək deməkdir. Kimsə bir kitab yazacaq bəlkə və dünya çapında bu kitab satılacaq bir kitab olacaq. Kimsə bir moda ilə bağlı, yəni sizin edəcəyiniz hər nədirsə, dünya çapına çata biləcək qədər böyük bir işə imza atacaqsınız, əziz şir və yüksələn şirlər. Burada imperator var, burada da asa kralı var. Bu deməkdir ki, istər şirin kişisi, istər şir qadının fərqi yoxdur. Olduqca disiplinli və olduqca enerjik hiss eləyəcəksiniz özünüzü. Əgər qadınsınızsa həyatınızda bu cür kişilər olacaq ki, yəni o kişilər
bu tipdə olacaq. Konkret qaydaları var, konkret məsuliyyətləri var. Onların üçün məsuliyyətsizlik və dağınıqlıq qəbul edilmir. Onlar nə istədiyini hər zaman öncədən bəlirləyir və onlar hər zaman irəliyə doğru addımlayırlar və ata enerjisi ilə, sanki o güvənli enerji ilə. Yəni bax, bir sistem qurmaq. Bax, sistem qurursunuz əziz şirlər. Sisteminizi niyə sistem qurmağa ehtiyac duyursunuz? Baxın, çünki burada Seven of Cups və Four of Swords. Yəni bir zamanlar sizin həyatınızda qaranlıq var idi. Görürsünüz qaranlıq, ruhu görürsünüz də burada belə baxın. Bu qaranlıq sizin beyninizdə davamlı sizə gah deyirdi ki, sev, gah deyirdi yox işə, gah deyirdi yox işləmək lazımdır, yəni. Gah deyirdi ki, yönəlməlisən karyeraya, yəni belə, ya gah deyirdi ki, hansısa bir nə bilim, bir insan sənə pislik eləyir, qorx. Gah deyirdi ki, səndən heç nə alınmayacaq. Yəni bu qaranlıq sizi idarə eləyirdi və siz bu qaranlıqda baxın nə edirdiniz? Sanki tabutda uzanmısınız, üzərinizdə də qılınclarla vurublar və çıxa bilmirdiniz burada. Görürsünüzmü? Siz belə bir vəziyyətdə olmusunuz. Siz belə bir vəziyyətdə özünüzü hiss eləmişsiniz ki, mən neyniyim? Yəni mənim beynimdə olan bu qaranlıq məni sanki bir tabutun içində hiss elətdirir. Sıxılıram, boğuluram. Bəlkə kimsə sözün əsl mənasında panik ataklar keçirirdi aranızda. Bəlkə kimsə yuxuda oyananda belə özünü narahat hiss eləyirdi. Bəlkə kimsə gün içərisində ağlına qorxulu şeylər gəlirdi. Ay, qorxuram, birdən başıma nəsə gələr, ölərəm və s. və s. Bəlkə kiminsə ölümündən qorxurdu. Yəni, əziz şirlər, siz bu enerjidaydınız və sizin artıq bir sistemə ehtiyacınız var. Yəni, göydə uçmağa yox, yerə yapışmağa, necə deyirlər. Yerdə nə var? Torpaq var, ayağımız yerə basır. Yerə enməyə ehtiyacınız vardır və sizi kainat yerə endirir. Və ərmiş kartı da deyir ki, artıq iç dünyana çəkilmək zamanıdır. Yəni, iç dünyanda baş verənləri düzgün şəkildə, belə yox, düzgün şəkildə dəyərləndirmək zamanıdır. Daha sonra mən nə görürəm? Queen of Swords, yəni bir kraliçə. Görürsünüz, iblisin özü onun boynuna nəsə taxır da, yəni hədiyyə verir. Artıq idarə edən mənəm. Həyatım mənim istədiyim kimi irəliyir. Mən artıq emosional boşluqlarda gəzinmək yerinə tam şəkildə bir irəliləməyi seçirəm. İstədiyim kimi həyatımı düzənləməyi seçirəm. Mənim qaydalarım və mənim qanunlarıma görə mənim həyatıma girə bilərsən. Mənim istəmədiyim şəkildə həyatıma girə bilməzsən. Mənim istəmədiyim insan mənim həyatımda mərkəzə gələ bilməz. Mənim qaydalarıma riayət eləməyən mənim ətrafımda ola bilməz. Bu enerjilərdə hiss eləyəcəksiniz özünüzü. Amma çalışın ki, deyingən və hər şeydən narazı birinə çevrilməyəsiniz. Çünki bu kraliçanın qaranlıq tərəfi biraz budur. Daha sonra mən nə görürəm? Daha sonra mən görürəm büyücü kartı. Büyücü kartı çox böyük potensialdır. Nə deməkdir bu? Böyük bir potensiala sahibsiz. Baxın, burada həm kupası, həm tılsımı, həm qılıcı, həm dəyənəyi var. Yəni nə deməkdir? Duyğuları da, pulu da, ağlı da və hərəkəti də eyni anda idarə edə biləcək qədər. Burada da bir ilan onun belinə sarılır. Müdrikliyi və ağlı, cəsarəti özümdə birləşdirə biləcək qədər yetərli hiss edəcəm özümü. Çünki artıq qorxmuram. Çünki artıq risk alıram. Şirlər ola bilər ya biraz aqressivləşəcək bu aralar, ya biraz acıdil olacaq. Niyə görə o da? Məsələn, bugünə qədər kimsə şirə deyirdi ki, əşi səndən nə olar, gəl keç bu tərəfdə. Əşi səndən də bir şey. İndi şir deyəcək ki, elə bir şey yoxdur. Mən deyəcəm, siz mənə qulaq asacaqsınız. Elə bir dünya yoxdur. Mənim qaydalarım çox önəmlidir. Və çox belə içinizdən belə alovlu bir şey çıxacaq və siz deyəcəksiniz ki, otur və mən sizə göstərərəm ki, mən nə bacarıram. Bəli, ideyalar ard-arda gələcək, xoş xəbərlər ard-arda gələcək, potensial yüksələcək. Baxın, çünki asar şövalyesi gəlir. Bir enerji hiss eləyəcək ki, şirlər, amma bu enerjini hiss eləyəndə zamanında onu incidən insanlardan da heyfini çıxmağı unutmayacaq. Bəli, unutmayacaq və
burada Fortuna kartı geldi. Fortuna kartı geldi və burada deyir ki, Fortunada sən dəfələrlə nə səhv eləmisən, həyatınla bir şanslar olub zaten və dönüb qarşında heç nə eləyə bilməmisən. Bax, əlləri bağlıdır. Görürsüz qızın. Görürsüz, onu əllərini bağlayıblar və onu sanki fırladılar. Taleyin ümidinə qalmısan, özünü taleyin ümidinə buraxmısan deyir. Yenə buraxma. Ondan sonra səni necə istəyiblər, rəftar eləyiblər səndən. Baxın, görürsüz, biri bıçaq atıb, biri bomba atıb, biri nə bilim belə nədir bunun adı, balta kimi bunu atıb. Yəni səni taleyin oyununa buraxıblar. Sənin taleyin ümidinə öləcəksən, qalacaqsan, sən yaxşısan, ümumiyyətlə pissən, sən heç kəsə sən maraqlı olmamısan. Tamam, yenə sənin üçün Fortuna dönür. Yenə mi bu şəkildə qalacaqsan, yoxsa artıq çox bilmiş olub, hətta iblisin özünü mü belə idarə edə biləcəksən? Yəni bu nə deməkdir? Burada dediyim iblis bildiyiniz şeytan değil. Burada iblis bizim qaranlıq tərəfimizdir. Bizim kölgəmizdir. Ümumiyyətlə bu kart kölgə kartıdır. Yəni hər bir insanın daxilində kölgə yanları var. Birinin məşhurluq sevdası var, birinin pul sevgisi var, birinin qısqanclıq və paxıllıq məndə də var, hamıda var. Biz həmin bu qaranlığımızı qəbul edib gücə çevirməliyik. Necə? Əgər mən bugün qısqanıramsa bir insanın uğurunu, bunu gücə çevirirəm və hərəkətə keçirirəm ki, xeyir ola, səndə var, məndə də olsun. Və yox da biri məni alçaldırsa, mən ondan gedib əvəz çıxmaq yerinə deyirəm ki, xeyir ola, bugünə qədər sən məni incidirdin, mən indi uğurla səni sübut edərəm. Yəni, qaranlığımızı qəbul edəsə, o bizim gücümüzə çevirilər və siz qaranlığınızı gücünüzə çevirməyi öyrənəcəksiniz, əziz şirlər və yüksələn şirlər. Keçirəm kimlərə? Ox atanlara, çünki alovlarla davam edirik. Yenə bu kartlarla davam edəcəm. Hələ ki enerji çox gözəl işləyir. Ox atan və yüksələn burcu ox atan olanlar. Mən də yüksələn ox atanam bu arada. Ox atan və yüksələn burcu ox atan olanlar sizi nə gözləyir? Ox atan və yüksələn burcu ox atan olanlar yaxın zamanda ox atan və yüksələn ox atanları nə gözləyir? Ox atan və yüksələn ox atanlar. Ox atan və yüksələn ox atanlar. Baxaq görək nə var. Oy. 2 dənə demək olar eyni kart çıxdı. Kartlar birbirine birləşdi, ona görə təzədən qarışdıracağım. Əziz ox atanlar və yüksələn ox atanlar. Birinci pislərdən başlayacağım ki, yaxşıya doğru gedəndə keyfiniz getdikcə açılsın. Çünki bəzi kartlar məni həqiqətən burada üzdü. Nədir üzən kartlar? Three of Swords və burada da qılıc üçlüsü. Ola bilər başqa insanlara görə gözləmədiyiniz insanlardan gələn bəzi mənfi davranışlar və hərəkətlər sizi çox incidə bilər. Yəni, xəyanət, arxanızdan çevrilən işlər, sizə bir şey deyib başqa şeylər eləmək və hətta mən səni yanındaymışam kimi göstərən insanın belə sizə qarşı olan pis niyyəti, sizə qarşı olan negativ enerjisi, anlamamaqları sizi, başa düşməməkləri sizi ki, bunlar mən anlamırlar, bunlar mənə güya yaxşıdırlar, güya mənə dostdular, amma əslində məni vuran da bulardı. Əslində məni incidən də bulardı, əslində məni elə zədələyən də bulardı dediyiniz bir ana şahidlik edə bilərsiniz.
Bəli, bu sizdə nə yaradacaq? Bu sizdə biraz hər şeyə qarşı həvəssizlik yarada bilər anlıq olaraq ki, mənim ən yaxın insanım belə, mənim ətrafımdakı insanlar belə davamlı məni incidirlərsə və incitmək üçün çalışırlarsa, mən nəyə maraq göstərim? Mən nəyə qarşı bir həvəs olsun məndə deyəcəksiniz. Və kupa dörtlüsü deyir ki, şansları görməkdən bəlkə də imtina eləyəcəksiniz, əlinizə gələn fürsətlərdən imtina eləyəcəksiniz. Çünki görəcəksiniz ki, nə qədər nəzər, nə qədər həsəd, nə qədər qısqanclıq, nə qədər paxıllıq, nə qədər arxanızdan dönən o şeylər var ki, onlar sizin gücünüzü ömür boyu azaldır. Arxanızda bir kupa var, görürsünüz burada. Görmək istəmədiyiniz bir şansınız daha var. Amma görmək belə istəməyəcəksiniz. Çünki siz deyəcəksiniz ki, mən nə qədər eyni şeyi yaşadım, amma məni incitdilər. Nə mənası var? Deyəcəyiniz bir enerji ilə açılım elədik. Daha sonra burada Ace of Wands, Ten of Wands və Eight of Cups. Həyatınızın bəlkə də ən çətin günü indidir. Yəni bax bu an bura baxan, oxatan sənin üçün bəlkə həyatının ən çətin anıdır. Yəni sən deyirsən ki, bundan daha pis nəsə olmayacaq. Çünki mənim artıq tükəndi taqətim. Yoxdur mənim enerjim, baxın. Çünki bir iblislə bir razılaşma imzalanıb. Bu razılaşma artıq yerinə yetirilməyən bir razılaşmadır. İblis əvəzini çıxıb, yəni bu kartın mənasını deyirəm. Demirəm siz iblislə ara. Yəni kartın mənasında hər şey sona gəlib və filmin sonudur. Və Qılınc onlusu da deyir ki, bəli, sən indi çox yaralısan. Hər kəs əlində bir qılıncla sənə vuranda bilmədilər sənin artıq belə deyək də sona doğru, pisə doğru yaxınlaşdın. Ruhunu yorulduğunu bilmədilər. Sənin bezdiyini, sənin tükəndiyini, sənin enerjinin tamamilə alt-üstü olduğunu, sənin hər kəsin əlində bir qılıncla səni vuranda nə yaşadığını bilmədilər, anlamadılar, hiss eləmədilər. Və artıq sən indi bu an bu enerjidən, bu son yaşanan hadisələrin enerjisindən çıxmaq üçün qərar alacaqsan. Və və yaxud da sən qərar almasan da kainat bir qərar alacaq. Nədir bu qərar? Nədir bu qərar dediyimiz zaman, nə qərardır deyəndə səni mükafatlandıracağam mən. Ola bilər bu mükafat pul üzərindən ola bilər. Ola bilər bu mükafat sevgi üzərindəndir. Amma mükafat var sənə deyir. Səni deyir, çoxdandır mən bir kraliçə kimi görmürdüm. Kraliçə olmağı unutmuşdun deyirsən. Mən sənə kraliçə olma enerjisini yenidən datdıracağam deyir. Sənə ayağı yerə basan və daimi səni sevindirəcək hadisələr göndərirəm. Və sən bu hadisələrin olmamağından da bəlkə olmayacağından da qorxmuşdun və narahat idin. Ki olmayacaq, alınmayacaq, pis olacaq, ay Allah başıma nə gələcək, heç vaxt gəlməyəcəkmi bu xəbər? Gələcək. Və sən sanki yuxuda, bəlkə sən sanki gözünün önündə sənə deyəcək, oyan artıq. Bitdi sənin bu kədərin, bitdi sənin, bəlkə də bu enerji səni xəstəliyi yaratdı sənin bədənində, bəlkə sənin həyatında çox önəmli bir yıpranmaya, yəni tükənmişlik yaratdı və çox ağır bir enerji yaratdı. Sən artıq dözə bilmədiyin bir səviyyədə sənə deyəcək, oyan artıq. Oyan, düzü. Yəni sənin artıq sevinmək zamanındır. Və burada deyir ki, çox çalışdın, bəli nədənsə, amma nəticə ala bilmirsən. Bəli, nəticə ala bilmirsən və nəticə ala bilməməyinin səbəbi nədir? Mən həll eləyəcəm deməyin nəticə ala bilməməyinin səbəbi. Hər şeyi tək başına həll etməyə çalışmağındır onun səbəbi. Dərdləri, prosesləri, problemləri və özünü çox yıpradıb ümid yerinə əzab çəkməyindir. Ümid eləmək yerinə əzaba daha çox önəmsəməyindir. Əzab çəkməyə sanki ruhun öyrəşib orada bir ağrı, acı axtarırdı özündə.
Və ona görə səndə alınmırdı, sən nəsə eləyirdin, amma nəticə yoxdur. Nəsə eləyirsən, nəticə yoxdur. Gözləntidəsən. Gözləntidədir bu qız. Görürsünüz, nəsə eləyib, gözləyir, heç nədən də cavab gəlmir. Bax, qədər çarxı. Dönüş birdən-birə baş verəcək. Talih birdən-birə dönəcək sənin üçün deyir. Talih birdən-birə dönəcək. Və talih birdən-birə dönəndə ola bilər ki, kimsə burada sevgi həyatını tutubsa, yəni ki, həyatında hal-hazırda münasibətim olsun, mənim münasibətlərim alınmır, münasibətlər məndə getmir deyən oxatan və yüksələn oxatanlar varsa, sizin üçün barış olacaq, sizin üçün yaxşılaşma olacaq. Amma bəzilərinizdə də bilirsiniz nə olacaq? Münasibətlərinizlə bağlı anlayacaqsınız ki, siz münasibətə girmirsiniz əslində. Siz bir yükün altına girirsiniz. Ona görə alınmayan alınmayıb. Yəni ki, münasibət 50-50-yə olan bir prosesdir. Siz isə sadəcə ikinci bir adam axtarırsınız ki, gəl sənin də ağrını mən yüklənəm, gəl sənin də problemini mən həll edeyim. Sən bunu başa düşəcəksən ki, asa onuzu yüklənmisən, qocalmısan və tükənmisən. Çünki sənin üçün hər şey sən o qədər özünü güclü bilirsən, hər şeyi həll edə bilərsən. Bu vəziyyətə düşməyinin səbəbi budur. Kainat deyir ki, bir dayan da sən özünü niyə bu qədər güclü hesab eləyirsən? Bu qədər ego niyədir? Çünki bu bir egodur əslində. Mən bacaracağam. Bu bacarmanı atacaqsan deyirsən və artıq özünə ədalətli davranmağı öyrənəcəksən. Ədalətli davranmağı öyrənəcəksən. Bəli. Özünə vaxt ayırmağı öyrənəcəksən, özünə dəyər verməyi öyrənəcəksən, özünlə tək qalıb özünlə özünü xoşbəxt etməyi öyrənəcəksən. Biraz mən gedim öz köşəmə çəkilim və orada bir sakitlik tapım, bunu öyrənəcəksən. Və başa düşəcəksən ki, həyatının indiki situasiyası ki var, indiki situasiya, yəni ki, qaranlıq situasiya. Mən bura əlavə kartda çəkmək istəyirəm. Çünki burada görək ki, ümumiyyətlə bu bitişlərdən sonra sizin gələcək enerjinizdə bu bitişlərdən sonra, çünki çox dərin bir tükənmə enerjiniz var. Bu tükənmə enerjilərindən sonra sizin həyatınıza gəlir, bilirsiniz nə? Yenidən başlanan həyat, yəni yeni başlayan bir həyat, yenidən tumurcuqlanan bir həyat. Amma əgər bu həyat yenə də aqressiv, yenə də ümidsiz, yenə də kəskin, yenə də qılınçla, yenə də mübarizə ilə, yenə də savaşla olsa təkrar, yəni artıq savaşmağı buraxmaq, mübarizə aparmağı buraxmaq, üsyanı buraxmaq və qədərə təslim olmağı öyrədəcək sizə yaxın zamanda kainat. Çünki artıq başa düşəcəksiniz ki, nəyi səhv eləyirsiniz ki, başınıza bunlar gəlir. Növbəti part 2-də bir çəkəcəyik torpaq enerjilərini, yəni buğaları, oğlaqları və qızları.